22. Deməli deyir B ədədi A ədədinin 5/3 hissəsidir. 22-də deməli B A-nın 5/3-üdür. B bərabərdir A-nın 5/3-ü. C ədədi A ədədinin 4/1 hissəsidir. C də bərabər olubdur. Deməli A-nın 4/1 hissəsi. Deyir B çıx C ədədi, B üstəgəl C ədədinin hansı hissəsidir? Burada necə eləyə bilərik? Biz A-nı bərabərləşdirəcək. Yəni biz A-nı elə bir şey götürək ki, həm 4-ə bölünsün, həm də 5-ə bölünsün. Məsələn, mən olsaydım A-ya 20 deyərdim. A-nı 20 götürsək, buradan alırıq ki, B bərabərdir. 20-ni 5-ə böldük 4, 3-ə vurduq 12. B-miz oldu 12. 20-ni 4'e böldük. C'miz de oldu 5. Bizden soruşur B çıx C ədədi. Yəni 12'den 5 çıxanda B çıx C'miz qaldı neçə? 7. B üstəgəl C ədədi isə 17'dir. Deyir ki B çıx C 7, 17'nin hansı hissəsidir? C bəndi. 23. sualımız. 23'te deyir ki birinci boru boş hovuzu 4 saati doldurur. İkinci boru ikinci ile 6 saate dolur. Deməli ikinci 6 saate doldurulur. Üçüncü boru ise dolu hovuzu 12 saate boşaldır. Bak üçüncü 12 saate boşaldır. Deməli boşaldırıp B ile doldurup D ile yazsaydıq. Deməli bunları da ümumiyyətlə her zaman altına xətt çəkdik. 1 saate tapmaq lazımdır. Deməli birinci 4 saate tam doldurursa 1 saate 4'te birini doldurur. İkinci 6'da birini doldurur. O birisi ise 12'de birini boşaldır. Burada dikkat edirik. Doldurur dedikdə bunların karşısına üste gelmiş arı koyuruq. Boşaldır dese çıxırıq. Yani çıxmaq lazımdır. Gəlirik sualın özünə. Hər 3 boru eyni vaxtda qoşularsa boş hovuzun yarısı neçə saata dolar? Deməli birlikdə x saata doldurursa deməli 1 saatini yenə tapırıq. Yəni x-də 1 dolmuş olacaq. Gəlin misalın özünü yazaq. Yəni 4'te 1, üzerine gel 6'da 1, çıx 12'de 1 bərabər 1 bölü x'e. Buradan alırıq 1 bölü x bərabər 12'de 3 üzerine gel 2, 5 çıx 1, 4. Yəni 1 bölü x bərabər olur. 4 ilə 12 geçsə 3'te 1, yəni 1 bölü 3 olur. X bərabər 3. Deməli 3 saate tam doldurur. Yarısını ise 3 bölü 2, yəni 1/5 saate doldurmuş olacak. Deməli 24'te ne istəyir bizden? 24'te deyir ki birinci nasos boş hovuzu 6 saate doldurur. İkinci ise dolu hovuzu 8 saate boşaldır. Biz ne etməliyik? Birinci 6 saate tam doldurursa 1 saate 6'da birini doldurur. İkinci 8 saate boşaldırsa 1 saate 8'de birini boşaltmış olacak. Birinci nasos 4 saat işləyəndə 6'da 4 hissəsini dolduracak. İkinci 2 saat işlese 8'de ikisini boşaltmış olacak. O da beraber olacak. Ortak məxrəcə gətirsək neçə olacaq? 24. Birinciye böldük. 4'ü 4'ü 16 çıxılsın. 3'ü 2 6. O da beraber olur. 24'te 10. İxtisar yaparsak 12'de 5. Deməli 12'de 5'ini doldurmuş olur. Ne kadar kalacak? Birden de çıksak 12'de 5'ini olacak 12'de 7. Deməli boş hissəsi kalacak ne kadar? 12'de 5 hissəsi kalmış olacak. 25. sual. Birinci nasos boş hovuzu 4 saate doldurur. İkinci ise 6 saate boşaldır. Deməli bu 1 saate 4'te birini dolduracak. O birisi 1 saate 6'da birini boşaldacak. Bunlar birlikte işlemeye başlayıblar. Birinci nasos 3 saat işləyib. Deməli 4'te 3'ünü dolduracak. İkinci 1 saat işləsə 6'da birini boşaldacak. O da bərabər 12'de 9 çıxılsın 2, 7. Deməli 12'de 7'sini doldurur. Dolmamış qalar deyirsə 12'de 7'ni çıxsaq 12'de 5'i dolmamış qalacaq. 26. Belə bir sualdır. Bir qatar 2 stansiya arasında məsafəni 7'de 3'ünü getdikdən sonra mesafeye x desək 7'de 3x üzerine gel 2 kilometre yolun ortasına çatmış olardı. Buradan 7'de 3x'i sağa geçirsək x böl 2'den çıxsaq 7'de 3x'i olacak 2 kilometre. Ortak məxrəc 14 gətirsək 7x çıxılsın 6x bərabər 2 kilometre. Bu 2'nin məxrəci 1'dir. Doğrudur mu? X bölünsün 14 bərabərdir.
2 böl 1 yani 2'ye x beraber 28. Deməli, stansiyalar arasında mesafe ümumiyyətlə 28 kilometr olmuş olacaq. 27. Deyir, yolun 16'da 9 hissəsinin təmir olunduktan sonra 27. 77 kilometr təmir olunmamış qaldı. Deməli, yol x kilometr olsaydı 16'da 9'u təmir olunubsa 16'da 7'si qalmış olacaq. 77'ye beraber edirik. Məxrəcini 1 götürsək 7x beraber 16 vur 77'den x beraber 16 vur 77 böl 7 yazsaq 7 ixtisar gedir qalır 11. 16'nın da 11'e buranı neçə olacaq? 16 vur 11. Bu da olacaq. Deməli 10 dəfəsi 160, bir dəfəsi 16. 176 kilometr. 28. Deyir ki, diaqramda gün ərzində mağazada satılmış meyvələr haqqında məlumat verilib. 36 kilogram armud satılıb. Armud 9'da 2 değil, 28. Ümumiyyətlə x götürsək, x'in 9'da 2'si əgər 36'dırsa, məxrəcdə 1 yazsaq, burada nə almış oluruq? 2x beraber olacaq 36 vur 9'a. X'i tapmaq istəsək 36 vur 9 böl 2 yazırıq mı? Bəli. 36'dan 2 gedir qalır 18. X beraber 18 vur 9. Vurmağa ihtiyaç olmayabilir. Gəlir bura. Deyir ki, məlumdursa neçə kilogram üzüm satılıb? Üzüm baxaq görək bunun neçə hissəsidir. Bax, x'i biz belə aldıq. Gəlin baxaq. Deməli 9'da 2'si var. 9'da 1'i gəbalıdır. 3'də 1 də 9'da 3 deməkdir. Bərabərdir. Baxaq görək nə qədərdir? 9'da 6. Deməli, ümumiyyətlə 9'da 9 olması üçün yerdə nə qədər qaldı? 9'da 3'ü qaldı. 9'da 3 x bizim üzümdür. Yəni 3'də 1'i üzümdür. Yazaq ki, x'in yerinə 18 vur 9 yazsaq, üzüm beraber olacaq. Beraber olacaq. 18 vur 9 bölünsün 3. O da beraberdir. 18'den 3 gelir 6 qalır. Yəni 54 kilogram. Üzüm de olacaq 54 kilogram.